Hər vaxtınız xeyir. Gəlin bugün hamımızın karyerası üçün, yəni sözün əsl mənasında hər şey demək olan bir mövzuya baş vuraq, iş münasibətləri. Biz birlikdə təkcə yola getməyə yox, həm də həqiqətən çiçəklənməyə kömək edən əlaqələr qurmaq üçün bir yol xəritəsi çizəcəyik. Və gəlin, heç vaxt itirmədən birbaşa bu vacib sualla başlayaq. Bir saniyə dayanıb düşünün. İşdəki gündəlik münasibətləriniz sizi ruhlandırır, sizə güc verir, yoxsa günün sonunda bütün enerjinizi sormuş kimi hiss edirsiniz? Bilirsiniz, bu sualın cavabı əslində sizin peşəkar həyatınız haqqında çox şey deyir. Yaxşı, bəs niyə bu mövzu bu qədər vacibdir? Gəlin dərinliyinə enək. Əsas fikir budur ki, müasir iş dünyasında münasibətlər sadəcə arzu olunan bir yumşaq bacarıq deyil. Yox, bu, peşəkar həyatımızın tam mərkəzində dayanan əsas sütundur. İndi bu sitata bir baxın. Bu, çox vacib bir məqamı vurğulayır. Yəni, söhbət sadəcə xoş ünsiyyətdən, necə sən yaxşıyam söhbətindən getmir. Bu münasibətlər həqiqətən məhsuldar olanda, nəticə real, gözlə görülən bir irəliləyiş olur. Həm sizin özünüz üçün, həm də bütün komanda üçün. Bu, inkişafın əsl mühərrikidir. Beləliklə, haradan başlamalıyıq? Əlbəttə, hər bir yaxşı səyahət kimi bu işdə bir xəritə ilə başlamalıdır. Bizim də ilk addımımız mövcud münasibətlərimizin xəritəsini çıxarmaq və hazırda harada olduğumuzu, yəni başlanğıc nöqtəmizi dəqiq anlamaqdır. Hər şeydən əvvəl gəlin görək iş münasibəti deyəndə nəyi nəzərdə tuturuq. Bu tərifdəki açar sözlərə diqqət yetirin. Qarşılıqlı faydalı, məhsuldar, açıq və dürüst. Yəni bu, sadəcə nəzakətli olmaq deyil. Bu, dəyər mübadiləsinə əsaslanan iki tərəfli bir yoldur. Baxın, bu xəritəni çəkmək üçün çox sadə, amma bir o qədər də güclü bir model var. Gəlin münasibətlərinizi 3 dənə iç-içə dairə kimi təsəvvür edək. Ən kənardakı dairədə tanışlar var. Onlardan biraz içərdə müntəzəm olaraq işlədiyiniz həmkarlar yerləşir. Və tam mərkəzdə sizin ən çox güvəndiyiniz yaxınlardan ibarət daxili çevrənizdir. Çox sadədir, elə deyilmi? Amma çox effektivdir. İndi bir anlıq fasilə verib, özünüzə bu sualı verin. Sizin şəxsi xəritəniz necə görünür? Kimlər, hansı dairədədir? Bəlkə də bəzi həmkarlarınız artıq yaxınlar dairəsinə keçib. Bu xəritə sizə şəbəkənizin gücü və zəif tərəfləri haqqında nə deyir? Yaxşı, xəritəmiz artıq əlimizdədir. İndi nə edirik? Onu necə daha da yaxşılaşdıra bilərik? Bax, bu bölmədə bizə lazım olan münasibətlərimizi növbəti səviyyəyə daşıyacaq əsas alətlərdən danışacağıq. Deməli, İlk və bəlkə də ən vacib alətimiz ikitərəflilikdir. Qayda inanılmaz dərəcədə sadədir. Sən mənə kömək edirsən, mən də sənə. Bu qədər bəsit. Bu bir növ münasibətlərin qızıl qanunudur. Əgər bu balans pozulursa, münasibət uzun müddət davam edə bilməz. Növbəti alətimiz isə qarşılıqlı anlaşma və ya çox vaxt eşitdiyimiz adıyla desək, raportdur. Yadda saxlayaq, bu sadəcə kiminləsə mehriban olmaq demək deyil. Slayddakı tərifə baxın. Bir-birini başa düşmək. Hətta eyni fikirdə olmasanız belə, qarşı tərəfin mövqeyini anlamağa çalışmaqdır. Əsl bağ məhz burada yaranır. Və baxın, bu cümlə hər şeyi öz yerinə qoyur. Qarşılıqlı anlaşma özü-özlüyündə son hədəf deyil, əslində bu, hər şeyin təməlidir. Etimadın təməl daşıdır. Yəni, zəif bir bünövrə üzərində möhkəm bir bina tikə bilməzsiniz. Elə deyilmi? Əvvəlcə anlaşma gəlir, sonra onun üzərində etimad yüksəlir. Yaxşı, bəs bu qədər vacib olan etimadı necə qururuq? Budur, 4 sadə, amma çox güclü addım. Birincisi, hörmət. Bu heç müzakirə olunmur. İkincisi, insanlara şans verin. Onlara güvəndiyinizi göstərin. Üçüncüsü, səmimi olun. Rol oynamayın. Və dördüncüsü, bəlkə də ən çətini. Dediyinizi edin. Sözünüzlə əməliniz bir olsun. Bünövrəni qoyduq, alətləri öyrəndik. İndi isə gəlin səyahətimizin zirvəsinə, yəni çatmalı olduğumuz son nöqtəyə baxaq, qarşılıqlı asılılıq münasibəti. Bu, biraz mürəkkəb səslənə bilər, amma əslində çox məntiqlidir. Gəlin baxaq. Bu elə bir nöqtədir ki, orada həm işi görmək üçün bir-birinizə çox ehtiyacınız var, həm də sadəcə insan kimi ünsiyyət qurmağa, yəni peşəkar zərurətlə səmimi əlaqənin mükəmməl birləşməsidir. Əsl möcüzələr, ən yaxşı nəticələr məhz bu nöqtədə yaranır. Bu şəkildə, məncə bu hissi çox gözəl ifadə edir. Bu, məcburiyyətə yox, sinerjiyə əsaslanan bir əlaqədir. Başlıqda da deyildiyi kimi, hər şey hörmət və məmnunluq üzərində qurulub. Siz bu insanlarla işləməkdən həqiqətən zövq alırsınız və onlara dəyər verirsiniz.
Gəlin fərqi daha aydın görmək üçün bu müqayisəyə baxaq. Solda nə görürük? Standart biri işgüzar münasibət. Məqsəd nədir? İşi görmək. Vəssalam. Amma sağ tərəfə baxın. Qarşılıqlı aslı münasibətdə məqsəd artıq sadəcə işi görmək deyil, birlikdə böyüməkdir. Görürsünüzmü fərqi? Bu tamamilə başqa bir səviyyədir. Beləliklə, bütün yol xəritəsini nəzərdən keçirdik. Harada olduğumuzu anladıq, zirvəyə çatmaq üçün hansı alətlərə ehtiyacımız olduğunu bildik və hədəfimizi də müəyyən etdik. Amma indi ən vacib hissə gəlir. Sizin atacağınız ilk addım. Çünki hər bir səyahət məhz o ilk addımla başlayır. Və mən sizi məhz bu sualla tək buraxmaq istəyirəm. Bugün, elə indi, hansı bir iş münasibətinizi bir pillə yuxarı qaldırmaq üçün kiçik də olsa bir addım ata bilərsiniz? Bəlkə bir kompliment demək, bəlkə bir kömək təklif etmək. Unutmayın, ən hündür zirməyə gedən yol da məhz o ilk addımdan başlayır.